Salam, hər vaxtınız xeyir olsun əziz müəllimlər. Mən MHM Tədris Mərkəzindən ingilis dili müəllimi Aygün Əhmədova. Bilirik ki, dünənləri 2 may tarixində Naxçıvan Muxtar Respublikasında növbəti müəllimlərin sertifikasiyası imtahanı keçirilib. İngilis dili fənni üzrə düşən sualları öz müdavimlərimdən eşitdiyim qədərilə çalışmışam, tərtib edim ki, digər müəllimlərə də kömək olsun ki, təxmini suallar necə olub. Bəzi suallar olduğu kimi yadlarında qalsa da, bəzilərini isə mən təxmini edərək yazmışam. Məsələn, elə sual var ki, cümləni olduğu kimi yadda saxlayıblar. Elə sual var ki, məsələn, deyib ki, tense formundan cavab davam edici zaman idi və mən ona uyğun bir test qurmağa çalışmışam. Yəni, sual olduğu kimi olmamış ola bilər. Əvvəla dünən imtahandan uğurla keçən bütün müəllimləri təbrik edirəm və həmin müəllimlərdən videoya baxan olarsa, hansısa testdə cümlə sizin yadınıza düşərsə və ya fərqli bir test nümunəsi yadınıza düşərsə, şərhlər bölməsində yaza bilərsiniz ki, bu sualda düşmüşdü. Mən təxmini 33 sual düzəldə bilmişəm və indi bu sualların izahını verəcəm ki, hər kəs faydalansın. Başlayaq birinci testdən. Birinci test sözünü testidir. Asan tipli testdir. She is very different. Yəni, dedilər ki, different sözü düşüb. Ona görə different burada işləm əldə from sözünün təbii ki, A variantıdır. İkinci testimiz it was nice morning and we went for a walk. Təbii ki, it was a nice morning. Gözəl bir səhər idi və biz gəzməyə getdik. Go for a walk stabil ifadədir. Burada isə düzgün cavab A variantıdır. Possessive pronounla bağlı test olub, amma testin formatı yadlarında deyil. Təxmini olaraq bu tipdə bir test quraşdırdım. Hansı cümlədə possessive pronoun düzgün işlənmişdir. The final decision was her. İsimsiz işlənməz. A variantı yanlışdır. Responsibility for the project was theirs. Bu doğru cavabdır. Layihə üçün məsuliyyət onlarınki idi. İsim müstəqil formada işlənə bilər. Düzgün cavab B variantıdır. Obyekt əvəzliyi ilə də yaza bilmərik. This achievement is them olmaz. Burada da yenə deməli, aslı yiyəli əvəzliyi yazılıb, isimsiz işlənməz. Bu da düzgün deyil və bu formu ümumiyyətcə belə bir quruluş mümkün deyil. Ona görə düz cavab B variantıdır. Sonra işarə əvəzliyi ilə bağlı sual olub. Təkcə bu hissəsini xatırladılar. Ona uyğun cümlə quraşdırmışam. Deməli, these cəmdə mən təkdə A variantı düzgün deyil. That təkdə men cəmdə B variantı da uyğun deyil. This təkdə men cəmdə yenə uyğun gəlmir. Those mən yenə də those cəmdə mən təkdə D variantı da uyğun gəlmir. Düzgün cavab those men over there olacaq. Y variantı. Sonra testi əvəzliklərlə tamamlanmalıyıq. Bu cümlədə that is in front of house. Burada isim varsa biz deməli aslı yiyəli əvəzliyi qoymalıyıq. D variantını çıxaq. Y-ni də çıxaq, çünki ev hər halda insanlara mənsub olur. Ona görə its house nisbətən, yəni leksik, qrammatik baxımından uyğun olsa da məna cəhətdən uyğun gəlməyəcək. Sonra deyir ki, onun evinin qarşısındakı ağaçlar evin özündən hündür idi. Yəni, ağaçlar evin özündən. Buradakı sona yazdığımız qayıdış əvəzliyi yanındakı sözü təyin edir. Yəni, vurğunu artırır ki, evin özündən. Ona görə burada cavab olacaq C variantı. Her house are taller than the house itself. 6-cı testə baxaq. Bu tip cümlə eyni olmasa da testin təxmini məntiqi belə bir şey olub. Xəbər təkdə the options provided in the list is acceptable for completing the assignment. Xəbər təkdə olduğuna görə tək xəbər tələb edən əvəzlik qoymalıyıq. Neither'dan sonra xəbər təkdə olsa da article gəlməz, düzgün deyil. İçdən sonra da isim də təkdə olur, xəbər də təkdə olur, bu da düzgün deyil. Both of'dan sonra the options yazmaq olardı, amma both of isə xəbəri cəmdə istədiyi üçün düzgün deyil. No of deyə bir quruluş olmur. Düzgün cavab either of the options olacaq. Deməli, cəm isim tək xəbər tələb etdiyi üçün. 7-ci testdə də xəbər əksinə cəmdə olduğu üçün biz bura cəm tələb edən söz qoymalıyıq. Each of yazsaq tək olardı, düzgün deyil. Samdan sonra the işlənməz. One of yazsaq yenə xəbər tək olardı. Təbii ki, cavab D variantı olacaq. Nandan sonra da isim işlətmirik.
all the students, yəni bütün şagirdlər. İmtahanda da cavab olan versiya olub. Belə bir test olubdu. Sual cümləsi, cavabda no not yazmaq. Burada isim olduğu üçün biz təbii ki no işlədəcəyik. Is there any sugar in the tea? Çayda şəkər varmı? Cavab olacaq no sugar. Digərləri uyğun gəlmir, some işlənməz. Sualın, deməli, sual cümləsində sugar sayılmır, eynən işlətməliyik. The article-ın işlənməsi də münasib deyil. Notla cavab vermək olanda qısa cavablarda işlənir. Məsələn, is there any sugar? Deyərdi ki, no, there isn't. Yəni yoxdur. Amma cümləni bu şəkildə bütöv isim burada verilibdirsə, gərək deyərdik ki, there is not any sugar. Burada da any verilməyib, ona görə ən yaxşı versiya, düzgün cavab A variantıdır. 9-cu testə baxırıq. Then verilib və müqayisə dərəcəsi istəyən asan bir test tapşırığı olub. Təbii ki, cavab more difficult than B variantı olacaq. Sonra 10-cu testdə cümlələrin məntiqi təxmini sırf imtahandakı kimidir. Cümlə eyni olmasa da adverblər, işlənən variantlar eynidir. Deməli, A variantı yanlışdır, çünki bu söz stabil olaraq in generaldır, in generally deyil. Yəni, adverb, zərfin düzgün işləndiyi versiyanı seçməliyik. A variantı düzgün deyil. Sonra she studies hardly. Hardly'nin yeri əsas feildən əvvəl gəlir, modal və köməkçidən sonra gəlir. Yeri səhv olduğu üçün B variantı da yanlışdır. Yəni she hardly studies olmalıydı. He completed the task quick, yox, quickly olmalıydı. Çünki complete feilinə aiddir. Manner zərfi olmalıdır. Burada sifət yazılıb. C bəndi də yanlışdır. The teacher explained the lesson very clearly so everyone could understand it easily. Burada understand-ə aid olduğu üçün manner zərfi easily doğru yazılıb, düzgün cavabdır. Və he handled the fragile glass object with greatly care. Care isim olduğu üçün adverb yox, sifət istəyir, great care olmalıdır. Ona görə Y variantı da yanlışdır. Belə bir sadə test modal feili qoymaq olubdur. Zaman uzlaşmasına görə couldn't seçilib. Digər versiyalar zaman uyğun gəlmir. He searched the whole house carefully. Bütün evi diqqətlə axtardı. Keçmiş zamandadır. But he couldn't find his keys. Lakin açarlarını tapa bilmədi. Bu cümlə imtahandakı olmaya bilər, amma təxmini məntiqi eynidir. Davam edici zamandır. At the moment the workers. At the moment dediyinə görə təbii ki, davam edici zaman işlətməliyik. Olacaq Y variantı. Are building the new bridge near the city center. Sonra keçmiş zaman da cavabı olan test. Last summer we went. Last summer dediyinə görə cavab olub D variantı went. Went to a small coastal village. Sonra verilmiş sual cümləsini passive voice-ə çevirmək tələb olunur. Təxminən cümlənin məntiqi eynidir. Sözləri, tərkibi biraz fərqli ola bilər. Deməli, burada indiki zamanda olduğuna görə biz bunu izlə çevirməliyik. Təbii ki, məchul növə B variantı deyil, C variantı deyil, D variantı da deyil. Y variantında isə davam edici zamandadır, lakin bu sadə zaman olduğuna görə Y variantı da düzgün cavab deyil. Is the author's work translated carefully? Düzgün cavab olacaq A variantı. 15-ci suala baxaq. He was very seriously ill. He had to complete all the work without him. Deməli, o çox ciddi xəstə olduğuna görə səbəb var burada. O bütün işi onsuz, biz bütün işi onsuz tamamlamalı olduq, belə bir cümlə. Cümlə olduğu üçün və səbəb olduğu üçün A və B-ni yaza bilmirik. Çünki bunlar səbəb bildirsə də özündən sonra söz və söz birləşməsi istəyir. Bütöv cümlə, yəni subject verb istəmirlər. Bizdə isə burada subject verb gəlib. But ziddiyyət bildirir, so isə nəticə bildirir, ona görə düzgün deyil. Düzgün cavab olur C variantı. As he was very seriously ill. Yəni, çox ciddi xəstə olduğuna görə. 16-cı testə baxaq. Düzgün relative pronounla tamamlamaq. Belə bir test nümunəsi canlı olduğuna və ikinci tərəfdə də feillə başladığına görə subject focus, yəni burası mübtəda rolunda olan relative pronoun yazmalıyıq və teacherdən sonra təbii ki, which yazmaq olmaz. Whomdan sonra mübtəda xəbər gəlir. What ümumiyyətcə təyin əvəzliyi deyil. Düzgün cavab D variantı who olacaq. Who'da hər isimlər arası yiyəlik münasibəti olanda işlənir. Özündən sonra feil gəlmir. Who'dan sonra da isim gəlməlidir.
17-ci testdə deməli subject verb agreement düzgün olan versiyanı seçməliyik. Təyin budaq cümləsi formasındadır. The books which was books cəmdədir, which was deyə bilmərik. A variantı yanlışdır. Students are sitting in the library. Deməli, burada bir problem yoxdur. The student var. The student who are sitting. Student təkdədir, amma xəbər cəmdədir. Burada yanlışdır. The team which were formed last year has won all its matches. Deməli, komanda sözü bilirik toplu isimdir. Xəbəri tək də götürə bilər, cəm də götürə bilər. Lakin biri tək, biri cəm ola bilməz. Hər iki xəbər team sözünə aiddir. Biri cəmdədir, team which were formed. Biri isə has won, düzgün olmur, uzlaşma pozulur. The topics which were discussed in yesterday lecture are very important for the final exam. Bəli, burada doğrudur, çünki təyin budaq cümləsi təyin edir topic sözünü, whichdən sonra da cəm xəbərdir, digər xəbər də cəmdədir və düzgün cavab D variantıdır. The child who playing, burada isə who-dan sonra sadəcə düzgün zaman forması yazılmayıb, yəni playing deyə bir zaman yoxdur. Sadəcə the child playing ola bilər, oynayan uşaq, ya da the child who is playing present continuous zamanda. 18-ci testdə verilmiş cümləni reported speech-ə çevirməli. Jane told Tom. Jane Tom'a dedi. Did you finish your homework yesterday? Deməli, reported speech-in qaydalarına görə biz burada nə iş görməliyik? Ümumi sual cümləsi olduğu üçün if və VZ ilə deməli report olunmalıdır. Tell və ya say feili ilə report eləyə bilmərik. Ona görə A, B, D, Y variantı ilə avtomatik hamısı çıxdı. Çünki sual cümləsi olduğu üçün ask-la report etməliyik. Düzgün report feil ask olacaq və zaman da bir zaman geriyə getməlidir. Baş cümləmiz keçmişdə idi deyə buradakı zamanı did finish, had finished-də çevrilməlidir və sual quruluşu formasından da çıxmış olmalıdır. Yəni, Jane asked Tom if he had finished his homework the day before. Jane Tom'dan soruşdu ki, o ev tapşırığını bitiribmi? Yesterday-də uyğun olaraq the day before-a çevrilməlidir. Düz cavab olacaq C variantı. 19-cu testdə düzgün inversiya olunmuş versiyanı seçməliyik. Hardly cümlə başına gəlməlidir ki, inversiya olsun. B və D variantlarında cümlənin başında deyil deyə düzgün deyil. Hardly had she entered the room when did the phone ring? Bir cümlədə ki, inversiya olmaz. Ona görə burada birinci tərəfdə bir problem yoxdur. İkinci tərəfdə did the phone ring yazıldığı üçün A variantı da yanlışdır. C variantında inversiya olunmayıb. Hardly'dən sonra inversiya etmək lazımdır. Düzgün deyil. Və Y variantı hardly had she entered the room when the phone rang. Y variantı düzgün cavabdır. 29-cu testdə simple sentence, sadə cümlələri seçməliyik. Yəni, cümlənin bir qrammatik əsası, bir mübtədası, bir xəbəri olmalıdır. In spite of the heavy rain, they continued their journey without stopping for a moment. Ya da despite his strong arguments, the committee rejected the proposal immediately. Hər iki cümlə doğrudur, çünki sadə cümlədirlər. In spite of-dan sonra söz birləşməsi, burada da söz birləşməsi gəlir. Digərlərində isə although ilə gələn cümlələrdə it was raining, he had strong arguments və digər tərəfdə they continued, the committee rejected. İki qrammatik əsas subject verb, yəni hər ikisində iki qrammatik əsas olduğu üçün bunlar mürəkkəb cümlə quruluşlardır. Düzgün cavab A variantı 1-2. Identify the type of the clause in the sentence. Verilmiş cümlədə deməli mürəkkəb cümlənin növünü seçməliyik. I am giving you my number so that you can contact me. Telefon nömrəmi sənə verirəm ki, mənlə əlaqə saxlaya biləsən. Hansı məqsədlə verirəm? Mənlə əlaqə saxlaya biləsən deyə adverbial clause of purpose-dır. Təbii ki, düzgün cavab D variantı olacaq. Səbəb deyil. Yəni verirəm ki, saxla, bu məqsədlə verirəm. Sözətlə deməli burada bağlanan versiyamız olacaq purpose. Reason deyil, sonra təyin budaq cümləsi də deyil, şərt də deyil, zaman da deyil. 22-ci cümlədə yanlış birləşməni seçməliyik.
Do one's best doğru birləşmədir. Do one's homework doğru birləşmədir. Do one's duty vəzifəsini yerinə yetirmək. Do ironing ütüləmək. Hamısı doğrudur. Yanlış olan to do a film olacaq. Çünki make a filmdir. Film hazırlamaq, film çəkmək. Polite sözünün antonimini seçməliyik. Təbii ki, rude, kobud sözüdür. Testdə mətn düzəldilməlidir. Təxmini mətnin məzmunu bu tipdə olubdur. Deməli, cavabımız olacaq. People sometimes get tired from working too much. İnsanlar bəzən çox işləməkdən yorulurlar. 1. Sonra 3-cü cümlə. That's why we need to rest. Ona görə də dincəlməyə ehtiyacımız var. Sonra 4-cü cümlə. That's why we also have hobbies. Bu səbəbdən də bizim həm də hobbilərimiz var. Yəni dincəlməyə ehtiyacımız var, həm də hobbilərimiz var. Və 5-ci cümlə. Rest and hobbies help us feel more energetic. Əvvəlcə resti dedik, sonra hobbini. Dincəlmək və hobbi bizi daha energetik hiss etməyə kömək edir və concluding sentence olacaq. Hobbies play an important role in our lives. Hobbilər həyatımızda böyük rol oynayır. Tam olaraq eyni olmaya bilər, amma təxmini testin məntiqi bu cür olubdur. 25-ci testə baxaq. Make up dialogue using the given sentence. Verilmiş cümlələrdən dialoq düzəltməliyik. Deməli, təbii ki, yes-lə başlamaz. 2 varsa çıxa bilərdik. Burada deməli, I am joining cooking class this week. Mən bu həftə deməli, yemək bişirmə dərslərinə qoşuluram. Bu fikri söyləyirsə, deməli, sual gələcək. Which country's cuisine are you interested in? Hansı ölkənin mətbəxi ilə maraqlanırsan? Cavab, I am interested in Italian cuisine. İtalyan mətbəxi ilə maraqlanıram. Və digər cavab, yes, Italian cuisine is very wonderful. Bəli, İtalyan mətbəxi çox əladır. Və sonuncu replika, I am excitedly waiting for the lesson. Dərsi həyəcanla gözləyirəm. Yəni, düz cavab burada da A variantıdır. Verilmiş cümləni parafraz etmək. Cümlə eyni olmaya bilər, yenə deyirəm. Amma versiya belə despite ilə olan bir cümlə olub. Despite the heavy rain and strong wind, the hikers continued their long and difficult journey through the mountains without stopping. Ağır yağışlara və güclü küləyə baxmayaraq, deməli, dağa çıxanlar öz uzun və çətin səyahətlərinə dağların arası ilə dayanmadan davam etdilər. İndi eyni məna olmalıdır parafraz edəndə. A-da deyir, although there was intense rain and powerful wind, hikers went on their lengthy and challenging trips through the mountains with breaks. Baxın, sonunda dedi fasilələrlə. Burada nə demişdik? Without stopping. Tam əksi bir ifadə olduğu üçün A variantı deyil. Ziddiyyət cümləsi də because of-la ola bilməz. B-ni də çıxaq. Due to ilə də ola bilməz. D-ni də çıxaq. C bəndinə baxaq. In spite of the severe rain and powerful wind, the hikers continued their lengthy and challenging journey through the mountains without stopping. C variantı düzgün cavabdır, eyni fikri söylədiyinə görə. Y variantına baxaq. Even though weather conditions were harsh, baxmayaraq ki, yəni hava şəraiti, yəni çətin idi. The hikers stopped their long and difficult trip in the mountains. Deyir ki, səyahətlərini dayandırdılar. Stopped, continue'nun əksi olduğuna görə Y variantı da deyil. Make hay daha doğrusu. Make hay while the sun shines. Bu idiomun definition'ını yazmaq olub. Bu idiomu mən tələbələrə verdiyim siyahımda olubdu. Ona görə rahatlıqla yaza biliblər. Deməli, burada cavabımız olacaq B variantı. To take advantage of good opportunities while they last. Yəni, nə qədər ki onlar davam edir, yaxşı fürsətlərdən faydalanmaq deməkdir. Make hay while the sun shines. Yəni, nə qədər ki günəş parlayır, saman düzəltmək, o deməkdir ki, fürsətdən vaxtında yararlanmaq. Düzgün cavab B variantıdır. Sonra belə bir təxmini cümlədir. Burada idiomla tamamlamalıyıq. Every beginning is difficult. Hər bir başlanğıc çətindir. But don't give up. Təslim olma. Hang in there olacaq. Yəni, döz, təslim olma mənasını verir.
Everything will turn out well in the end. Hər şey sonda çox yaxşı olacaq. Yəni səbr et mənasında hang in there. Digərləri uyğun gəlmir. Make hay while the sun shines, elə bayaqları dedik. Yəni fürsətdən yararlan deməkdir. Uyğun gəlmir. Break the ice, vəziyyəti yumşaltmaq, gərginliyi azaltmaqdır. Let the cat out of the bag, sirri açmaq. Hit desək isə yatmaq deməkdir. Yəni bir sözlə uyğun gələn idiom olacaq B variantı. Versiyalarda başqa idiomlar verilmiş ola bilər. Mən düzgün cavaba əsasən belə tərtib etmişəm. Və təxmini nuclear family haqqında belə bir mətn olub. Mətn nə haqdadır? Hansı suala mətndə cavab yoxdur? Və verilmiş bu sualın mətndən cavabı versiyaları eyni olmaya bilər. Yenə deyirəm, təxminən uyğunlaşdırmışam. Gəlin mətnə baxaq. Mətn birinci suallardan başlayaq. What is the main focus of the passage? Mətnin əsas fokusu nədir? Yəni mənası nədir? What's the text about? Ola bilsin, sual bu tipdə də olmuş ola bilər. Nə haqdadır? Bir-iki cümlə introduction oxuyan kimi aydın olur. A nuclear family consists of two parents and their children living together in a single household. Deməli, nukleer ailələr iki valideyndən və onun uşaqlarından ibarət bir evdə yaşayan ailələrə deyilir. Yəni, ata, ana və uşaqlarından ibarət ailəyə deyilir. This family structure is considered the traditional family model in many cultures around the world. Bu ailə strukturu dünya ətrafında deməli, ənənəvi ailə modeli hesab olunur dünyada. A variantında deyir financial problems of modern families. Müasir ailələrin maddi problemləri olsaydı elə birinci giriş cümləsindən maddiyyatdan danışardı, düzgün deyil. C variantına baxaq. Differences between education systems in different countries. Müxtəlif ölkələrdə təhsil sistemi arasında fərqlər. Təhsil sistemi barədə də heç nə oxumadıq. History of extended families in ancient civilizations. Qədim sivilizasiyalarda geniş ailələrin tarixi, biz hələ geniş ailə haqda heç oxumamışıq. Mətn o haqda olsa giriş cümlədə verilməli idi. Disadvantages of living in a single household, tək evdə yaşamağın negativ cəhətləri, bu da düzgün deyil. Düz cavab B variantıdır. Changing structure, responsibilities and role of nuclear families in society. Deməli, cəmiyyətdə nükleer ailələrin, nükleer yəni belə deyək də sadə, Azərbaycan dilində tam qarşılığı bir söz də yoxdur. Yəni ata, ana və uşaqlardan ibarət olan ailənin rolu, məsuliyyəti və quruluşu. Düzgün cavab B variantıdır. 30-cu testdə deyir ki, which question is not answered in the passage? Hansı sualın cavabı yoxdur? Gəlin mətnə baxaq. What is nuclear family? Nükleer ailə nədir? Elə birinci cümlədə dedi nədir? İki uşağı, iki ailə və iki valideyn və bir neçə uşaq, onların uşaqlarından ibarət bir ailəyə deyilir nuclear family. Bunun cavabı var da, bəndini çıxa bilərik. What responsibilities do parents have in nuclear family? Valideynin məsuliyyəti nədir? Açar sözümüz responsibility sözüdür. Gəlin baxaq. Parents often have the responsibility of providing for the children's education, healthcare, emotional well-being. Yəni, responsibility nədir? Verilib. B variantın cavabı da var. How do children behave in a nuclear family? Uşaqlar özünü necə aparır bu cür ailələrdə? Yəni, görək uşaqlar necə aparır deyə bir şey varmı? Children harda var? Deməli, while the nuclear family, children buradadır. Children on the other hand are expected to grow and develop under the guidance and care of their parents. Uşaqlardan deyir, gözlənilir ki, onlar böyüsünlər və inkişaf etsinlər valideynlərinin nəzarəti altında. Yəni, uşaqların rolu nədir? O da var. Onun cavabı da var. Yəni, özünü necə aparır? Valideynin nəzarəti altında böyüyür belə. Və how many members are there in a nuclear family? Nükleer ailədə neçə nəfər üzv var, yoxdur. Deyir ki, iki ata, ana var və onların uşaqları var. Amma neçə nəfərdilər? Sualın cavabı D variantı yoxdur. What is the difference between nuclear and extended families? Nuclear və extended family, yəni geniş ailə və balaca ailələr arasındakı fərq nədir? Some families are include extended relatives.
deməli, nuclear family burada göstərir ziddiyyətlə. While nuclear family is widely recognized, it is not only the family structure. Deyir ki, geniş tanınmış olsa da, yayılmış olsa da yeganə ailə strukturu deyil. Bəzi ailələr extended, yəni genişlənmiş formadadır. Daxilində var qohumlar, like grandparents, uncles, aunts living together, which is known as an extended family. Əslində bu cümlələrdən fərqi görürük. Nuclear family yalnız valideynlərdən ibarət idi. Extended family-də isə nənə, baba, əmi, dayı, hər kəs var. Ona görə bunların arasındakı fərq də budur. Yəni həcmindədir. Yəni Y variantında cavabı verilibdir. Və according to the passage, what was the main role of nuclear families in the past? Mətnə görə keçmişdə nuclear family-nin rolu nə idi? Əslində mətndə keçmişlə bağlı, keçmiş zamanda heç bir şey olmasa da, burada bir işarə edici söz vardı. This family structure is considered the traditional family model. Bu ailə modeli ənənəvi ailə modeli hesab olunub. Çox mədəniyyətlərdə dünyada, yəni əsas özəy hesab olunub. Və həmin ailələrdə valideynlərin nə var? Məsuliyyəti var ki, uşaqlarına təhsil versinlər, sağlamlıq qayğılarına qalsınlar, onların rifahını təmin etsinlər. Yəni, budur əsas rolu. Ona görə də cavabımız olacaq provide a stable environment and take care of children's needs. Stabil mühit təmin etmək və uşaqların qayğısına qalmaq. Adə deyir ki, cəmiyyət üçün əyləncə təmin etmək, mətndə belə bir fikir yoxdur. B-də deyir ki, uşaqlara yalnız idman öyrətmək, bu da yox idi. Isolate children from education, uşaqları təhsildən yayındırmaq, ayırmaq. Və to replace schools and universities, məktəbləri və universitetləri əvəz etmək. Yəni, bizdə mətndə cavabımız buradaydı. Providing child education, healthcare, emotional well-being. O da C variantına uyğundur. 32-ci testdə she hasn't got enough money to travel abroad this summer. Onun bu yay xaricə getməyə kifayət qədər pulu yoxdur. İnkar cümlə olduğuna görə soyla cavab verə bilmərik. Həzlə olduğu üçün cavab həzlə olmalıdır. A bəndi və Y variantı da yanlışdır. Neither has he, C bəndi doğru cavabdır. Və rush sözünün sinonimi seçməliyik. Tələsmək olacaq B variantı hurry.